Heç olubmu ki, çoxluğun içərisində özünü yalnız, tənha hiss edəsən? Sanki hamı danışır, amma səni heç kim başa düşmür. Yaxın oturun. Bugün bu mövzu haqqında danışacağıq. Psixologiyada buna emosional validasiya əksikliyi deyilir. Bu hisslərimizin başqaları tərəfindən tanınmamasıdır. Bu hiss hər zaman fiziki tənhalıqla bağlı deyil. İnsan izdamın içində, ailəsinin və yaxud da dostlarının yanında olsa belə özünü anlaşılmamış hiss edə bilər. Əgər bir şəxsin hissləri uşaqlıq dövründən valideynləri tərəfindən validasiya olunubsa, yəni validasiya nədir? Boş ver, buna görə ağlamaq mı olar, keçib gedər və s. kimi reaksiyalar verilibsə, o böyüdükdə daxili dünyasını başqalarına açmağın mənasız olduğunu düşünür. Psixologiyada belə bir reallıq var. Heç kim başqa birinin ağrısını və yaxud da sevincini 100% onun hiss etdiyi dərəcədə hiss edə bilməz. Bu insanın varlığının bir hissəsidir. Hər kəs öz subyektiv reallığında yaşayır. Bəlkə də məqsəd hər kəsin bizi başa düşməsi deyil, bizim özümüzü nə dərəcədə anlamağımızdır. Biz insanların bizi anlamasını, başa düşməsini istəyiriksə, ilk öncə özümüzü anlamalıyıq, özümüzü analiz edə bilməliyik. Öz problemimizin nədən qaynaqlandığını, bunun bizə niyə belə hiss etdirdiyini, bu dəqiqə biz niyə əzab çəkirik, bunu anlamalıyıq ki, bunu qarşı tərəfə də anlada bilək. Sonda isə gəlin belə ümumiləşdirək. Unutmayaq, başqalarının bizi başa düşməsindən daha vacib olan şey bizim öz hisslərimizə sahib çıxmağımızdır. Bəs yaxşı, sən öz hisslərinə sahib çıxıb özünü başa düşə bilirsənmi? Əgər sən də bunlara sahib çıxa bilməyib, özünü başa düşə bilmirsənsə, o zaman mütəxəssisə müraciət etməyin vaxtı gəlib deməkdir.